Qarabağın dağlıq yolları ilə növbəti siyasi qələbəyə doğru irəliləyirik. 1738 metr yüksəklikdə dumanların altında Laçın görünür. Laçın bir vaxtlar yasaq olan, bugün isə yeni bir dövrün qapısı kimi açılan şəhər. Qarabağ yeni bir tarix yazır. Laçın Beynəlxalq Hava Limanı rəsmi olaraq fəaliyyətə başlayır. Amma bu haqda bir qədər sonra. Düşünürəm, yol boyu gördüklərimi də danışmalıyam. Axı bu fəxri, həyəcanı, qarşıma çıxan möhtəşəmliyi görməzdən gələ bilmərəm. Ucu bucağı bilinməyən Qarabağımızın yollarında sükut var idi həmin gün. Amma bu sükut qələbənin səssizliyi idi. Hə, yollar demişkən, Azərbaycan dövləti hələ müharibə gedə-gedə bu ərazilərə yol çəkməyə başlamışdı. Yolun solunda yarımçıq revanşist əməllərinin nöqtə boyda qalıqlarını da görürük. Paşinyanın Cəbrayıla yol çəkəcəyəm deyib yarımçıq qoyduğu asfalt qırıntılarından söhbət gedir. Yeri gəlmişkən, bu ərazi qərb qonşularımızla sərhədə ən yaxın yerdə hesab olunur. Biraz daha irəliləyirik və qarşımda açılan bu görüntü möhtəşəmliklə doğmalığın hissini yaşadır. Bir daha dərk edirəm. Niyə 30 ildən çox bir vaxt ərzində bu coğrafiya işğalda saxlanılıb? Dağlar, yaşıllıq, hava, həm də Mayda Qarabağ və Şərqi Zəngəzur bir başqa gözəl olur axı. Hə, Zəngəzur demişkən, yolun kənarında Zəngəzur dəhlizini də görürük. Demək olar, işlər yekunlaşıb. Bu görüntü sözümüzlə imzamızın eyni olmasını bir daha faktla təsdiq edir. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Nə qədər tez onlar bunu başa düşsələr, o qədər də yaxşıdır. Qarşımıza yük maşınları da çıxır. Qarabağın dirçəlişi davam edir. Gecə-gündüz iş dayanmır. Hətta bu cür tarixi gündə belə vətənə xidmət ləngimir. Hə, bir də bu element. Dağılmış, viran qalmış evlərlə ən yüksək texnologiya və müasir standartlarla inşa olunan evlər. Bu kontrast insanlığın zirvəsidir sanki. Ən vacibi isə bunu tək biz görmürük, hiss etmirik. Həm düşmənlərimiz görür, həm də dostlarımız. Təbii ki, bugün açılışı olan Laçın aeroportu bir hava limanı deyil. Bu Azərbaycan müstəqil xarici siyasətinin, qardaşlığın və strateji baxışın betona çevrilmiş simvoludur. Dağların ətəyində tikanlı keçmişin ortasında bu səhər dostlar gəlir. Prezident İlham Əliyev qardaşlarını, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifi Qarabağın göylərinə dəvət edib. Bəzən siyasi niyyətlər sənədlərdə yox, infrastrukturda görünür. Açılan yeni liman elə bir yüksəklikdə yerləşir ki, buradan təkcə Qarabağ deyil, regiondakı yeni güc balansı da aydın görünür. Laçın bugündən yalnız uçuşların yox, eyni zamanda ittifaqların koordinasiya nöqtəsinə çevrilir və bu yüksəklik sadəcə coğrafi yox, strateji baxışın yüksəkliyidir. Bu arada Pakistanın baş naziri Şahbaz Şərif mərasimə bir gün əvvəl gəlmişdi. Yəni qardaş ölkənin baş naziri bu hava limanına eniş edən ilk xarici qonaq oldu. Sonra elə Laçında ali qonağı prezident İlham Əliyev qarşılayır. Əvvəlcə məhdud tərkibdə, daha sonra isə nahar əsnasında geniş tərkibdə görüş keçirilir. Bu görüşdə dünyaya ötürülən mesajlar isə Laçın qədər zirvədə idi. Fotoda prezident İlham Əliyev və Pakistanın baş naziri Şahbaz Şərif əl-ələ dayanıb. Baş nazirin uzağa doğru əl hərəkəti isə gələcəyə yönəlmiş kollektiv niyyət ifadəsi kimi çıxış edir. Bu görüntü sadəcə diplomatik jest deyil. Burada nonverbal sinxronizasiya və emosional proxemika vasitəsilə ötürülən kompleks bir psixopolitik mesaj gizlənib. Əl-ilə tutmaq sadəcə əl sıxmaq deyil. Qarşılıqlı taktikal kontraktı liderlər arasında emosional rezonansın mövcudluğunu göstərir. Bu münasibətlərin sadəcə rəsmi deyil, affektiv səviyyəyə keçdiyini sübut edir.
əllərin iki əllə və güclü şəkildə tutulması qarşılıqlı bağlılıq formasıdır. Bu jest simmetrik güc münasibətlərinə əsaslanan siyasi tərəfdaşlığı vizuallaşdırır. Arxa plandakı müşahidəçi nazirlər sosial sahənin periferiyasında qalır. Bu isə liderlərin dominantlıq modeli çərçivəsində şəxsi və emosional səviyyədə siyasi əlaqə qurduğunu göstərir. Arxa plandakı dağlar topoqrafik simvolizm daşıyır. Bu sabitlik, güc və strateji baxışın vizuallığıdır. Açıq məkanda baş verən bu qarşılıqlı münasibət həm də məkanın siyasi simvoluna çevrilir. Bu jest bir anlıq deyil, davamlıdır. Bu isə uyğun və ardıcıl münasibətin göstəricisi və qarşılıqlı güvənin dərinliyidir. ...28 may səhər saat 8. Bugün bizim üçün adi gün deyil. Bugün Qarabağda təkcə Laçın hava limanı açılmır. Bugün yeni bir geopolitik xəritənin göyə qalxan rəmzi inşa olunur. Həm də bu hadisə Azərbaycanın müstəqilliyinin bərpası günü baş verir. Cumhurbaşkanı Erdoğan kardeş ülke Azerbaycan'ı ziyaret edecek. Səhər saat 10 radələrində kütləvi informasiya vasitələri xəbərləri paylaşmağa başlayır. Açılış mərasimi siyasi baxımdan yüklü keçir. Protokol qaydalarına uyğun olaraq Prezident İlham Əliyev ali qonağı qarşılayır. Rəcəb Tayyip Erdoğanın təyyarəsi Laçına birbaşa eniş edir. Rəsmi lentkəsmə anında liderlər bir addım belə önə çıxmır. Simmetriya qorunur. Bayraqlar eyni səviyyədə dalğalanır. Bu, hərbi təlim deyil, iqtisadi forum deyil, amma diplomatik baxımdan yüksək səviyyəli sinxronluq nümunəsidir. Laçın hava limanı 2 il 9 ay ərzində inşa olunub. Terminal binası saatda 200 sərnişin qəbul edə bilər. Uçuş zolağı 3000 metr uzunluğundadır. NATO standartlarına uyğundur. Bu liman mülki və hərbi məqsədlərdə istismar edilə bilər. Bu yol sadəcə limana aparmır. Bu yol eyni zamanda regionun nəqliyyat xəritəsində yeni istiqamətin xəttidir. Laçın, Füzuli və Zəngilan hava limanlarından sonra Qarabağda 3-cü beynəlxalq giriş nöqtəsinə çevrilir. Amma bu hava limanının fərqi hündürlüyü deyil. Bu hava limanı Azərbaycanın qazandığı siyasi etimadın yerə yox, havaya daşıyan formasıdır. Növbədə isə 3 lider bir zirvə bizi gözləyir. Prezident İlham Əliyev və Tayyip Erdoğan Laçın otelinə yola düşürlər. Laçında Azərbaycan prezidentinin, Türkiyə prezidentinin və Pakistanın baş nazirinin zirvə görüşü keçirilir. Görüş Azərbaycanın müstəqillik günündə işğaldan azad edilmiş ərazilərdə baş tutaraq simvolik əhəmiyyət daşıyır. Liderlər siyasi, iqtisadi, enerji, nəqliyyat və müdafiə sahələrində əməkdaşlığın gücləndirilməsi, həmçinin beynəlxalq platformalarda həmrəylik və regional sabitlik mövzusunda yekdil mövqelərini ifadə edirlər. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bugün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Bölgemizde yaşanan gelişmeler, ülkelerimiz arasındaki dayanışmanın nedenli önemli olduğunu her geçen gün ortaya koyuyor. 30 yıl işgal altında kalan Azerbaycan topraklarının özgürlüğüne kavuşmasıyla birlikte artık bölgenin istikrar, refah ve kalkınmanın odağı haline gelmesini arzu ediyoruz. Sabah açılışını yaptığımız Laçin Havalimanı'nın bölgenin uzun yıllardan bu yana hasret kaldığı kalkınmaya ve dünya ile entegrasyonuna önemli katkısı olacağına inanıyorum.
Əziz qardaşlarım, daha müasir bir dövrdə isə bu tarixi münasibətlər Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olduğumuzdan gücləndirmişdir. Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bu təbiidir, çünki xalqlarımız Türkiyə və Azərbaycanda bizə güclü dəstək olmuşlar. Sıravi vətəndaşlarımızın coşqusu bizi valeh etməyə bilməzdi. Laçin'deki bu havalanın açılması bütün dünyaya örnek bir şey sergiliyor. Çünkü barış isteyen Azerbaycan bu bölgede Kafkasların parlayan yıldızı Azerbaycan'ın neler yaptığını gelip görmeleri lazım. 30 yıldır işgal altında olan bu topraklara bir çivi dahi çakılmamış. Ama ben Azerbaycan'daki o faaliyetleri görüyorum. Eskiyle yeniyi mukayese etme adına bir geçmişe bakacaklar. 30 senedir neler yapılmamış. Bir de şimdiye bakmak lazım. Bizim münasibətlərimiz həqiqətən unikal xarakter daşıyır. Bir-birimizlə əməkdaşlıq və koordinasiya sahəsində heç bir sərhəd tanımırıq. Azərbaycanla əməkdaşlığa hazırıq və bu münasibətləri daha da gücləndirməyə sadiqik. Türkiyədə Pakistanın ən etibarlı dostlarından biridir. Üç liderin bu gözəl şəhərdə bir araya gəlməsi Pakistan xalqı üçün böyük sevinç və məmnuniyyət mənbəyidir. Azərbaycan xalqına ən səmimi arzularımızı bildiririk və sizin mükəmməl siyasətinizi yüksək qiymətləndiririk. Günün sonunda isə Laçında 28 may müstəqillik gününə həsr olunmuş konsert keçirilir. Amma əvvəlcə çıxışlar oldu. 3 lider Laçın zirvəsindən bəyanatlar verdi. Azərbaycan, Türkiyə və Pakistan 3 qardaş ölkə əməkdaşlığı ildən ilə, gündən günə gücləndirirlər. Bu önemli günde Azerbaycan'ın mümtaz şairi Samet Vurgun'un şu muhteşem mısralarını bir kez daha hatırlıyoruz. El bilir ki sen benimsen, yurdum yuvam meskenimsen, anam doğma vatanimsen, ayrılar mı gönül candan, Azerbaycan, Azerbaycan. Türkiyə və Azərbaycan və Pakistan bayrağında olan aypara hər zaman bir-birinin yanında ucalsın, işıq saçsın və bu bizim gücümüzün, birliyimizin, ümidimizin, xalqlarımızın və müsəlman dünyasının ümidinin rəmzinə çevrilsin. Çıxışlardan sonra Azərbaycan, Türkiyə və Pakistan dillərində mahnılar təqdim olundu. Azərbaycan hər zaman Pakistana qətiyyətlə dəstək verib. Eyni zamanda Pakistanda keçmişdə Qarabağ məsələsində Azərbaycanın yanında olub. Düşünürəm ki, biz iki qardaş ölkə olaraq çox yaxın münasibətlərə malikik və bu olduqca önəmlidir. İlk 3 tərəfli görüş ötən il Astanada Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində keçirilmişdi və bu dialoq hazırda davam etdirilir. Türkiyə, Pakistan və Azərbaycan arasında güclü strateji əlaqələr mövcuddur. Və sonda, bu sadəcə bir açılış deyildi. Bir bayram deyildi. Bu, Laçın səmasında dostluğun, etimadın və müstəqilliyin
möhürlənməsi idi. Üç liderin səmimi baxışları, sinxron addımları və dağların qoynunda əllə tutulan gələcək. Tarixə çevriləcək bir günə çevrildi. Bugün Laçının göylərinə təkcə təyyarələr deyil, həm də dostluq ucaldı.